Salamlaş kanalımızın izləyiciləri, Masazır qəsəbəsinin yeni baş yaşayış kompleksində yeni mənzilimiz satışa çıxıb. Mənzil 10 mərtəbədən 8-ci mərtəbəsində yerləşir. Gördüyünüz kimi liftdən çıxarkən mənzildir. Yerkən belə bir geniş dəhlizi var. Ümumi sayısı 70 kvadrat metrdir. Binamız qazlı qutcalı binadır. Belə bir proje şkaf yığılıb. Gördüyünüz kimi kifayət ölçüdə genişdir. Təmirdən yeni çıxıb mənzil. Gördüyünüz kimi qapılar keyfiyyətli materiallardan istifadə olunub. Keyfiyyətli qapılardır. Sanitar qovşağı istiqolundan təsis olunmuşdur. Mənzilimiz 3 otağa bölünüb və əlavə eyvanı da var. Və mənzilimizin zalıdır. Çox səliqəli təmirdir. Bura yataq otağıdır. Yeni Bakıda bildiyimiz kimi kvadratlar içdən hesablanır. Onun üçün mənzillər kifayət ölçüdə geniş qalır. Çox işıqlı evdir, çox səliqəli təmir olunub. Evimizin baxışı Qurtuluş 93 yaşayış kompleksinədir. Gördüyünüz kimi proje təkrar göstərim, çox genişdir. Bu mənzilimizin uşaq otağıdır. Bu mətbəxdir. Gördüyünüz kimi bütün otaqları ayrı-ayrılıqdadır. Hər birinə koridordan giriş var, yəni xoldan giriş var. Mətbəximiz də kifayət ölçüdə genişdir. Və belə bir eyvanımız və cam balkonumuz mövcuddur. Gördüyünüz kimi bura Duzgörüdür və Qurtuluş 93 yaşayış kompleksidir. Yeni Bakı yaşayış kompleksi məktəb birbaşa binamızın qarşısındadır. Yəni Rus sektoru, Az sektoru mövcuddur. Gördüyünüz kimi geniş eyvan, kombi sistemi, mətbəx və binamızın, kompleksimizin qarşısına 3 marşrut xətti işləyir. Yəni istənilən istiqamətə işləyir. Hörmətli kanal izləyicilərimiz, abunə olmağı unutmayın. İzlədiyiniz üçün sağ olun.